Salam değerli izleyicilerim. Ben bir öneri yeniden siz için pəhri salatı hazırladım. Onun için lazım olan erzaklar 500 gram kırmızı çuğundur, 400 gram təzə kartof, 3 adet qaynanmış yumurta, bir tüyuğun filesi, bir dəstə cəfəri, bir orta kırmızı soğan xırda nazik doğranılır. Tərəvəzlərdə qaynadıb tam soymaq lazımdır. Soyuyandan sonra hazırlamaq lazımdır. İsti su hazırlasanız salatınız tez xarab olar. Tam soyuyandan sonra hazırlamaq lazımdır. Üzerine yarım limonun suyu, 2 xörək qaşığı da zeytinyağı vurdum. 1 siləmə qaşıq, çay qaşığı duz vurdum. Kaşığın ucunda da qara istiyordu. Mayonezlə də hazırlamaq olar. Amma mayonez pəhri salatına, pəhriz eləyən adamlar üçün olmaz. Bu pəhriz eləyənlər üçün bu cür hazırlanır. Bu baştan hazırlayan hər kəsə nuş olsun. Afiyet bal şeker olsun. Yiyənə yarısın.